Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyai vəl mursalin. Alə seyyidina nəbiyyina Muhammedin və alə alihi və sahbi əcmain. Rabbi şirah li sadri və yəssir li əmri və ahlul uqdatan min lisani yafqahu qavli. Allahumma anifəni mualləmtəni və allimni ma yanfa'ni və zidni ilmə. Birinci, əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ilk öncə özümə, sonra siz hər birinizə Allah subhanahu wa ta'ala'nın haqq təqvası ilə qorxmağa nəsib edir. Və artıq bu günləri 8-ci dərsimizdir. Axirətə iman ilə bağlı olan mövzulara toxunuruq və bugünkü mövzumuz da yenə də ötən dərslərin davamıdır, qiyamətin kiçik əlamətləridir. Yəni ki, inşallah bu günləri qiyamətin kiçik əlamətləri ilə bağlı olan sonuncu dərsimiz olacaq və ondan sonra qiyamətin böyük əlamətlərinə keçəcəyik inşallah. Deməli, söylədiyimiz kimi qiyamətin kiçik əlamətlərinə alimlər söyləyirlər ki, 45-ci xəsisliyin, yəni simicliyin artmasıdır. Əbu Hureyra radiyallahu anhdan gələn hədisdə isə Allah Resulü s.ə.v buyurur ki, qiyamətin əlamətlərindən biri də yəni simicliyin, xəsisliyin deyir, artmasıdır. Başqa bir hədisdə isə Allah Resulü s.ə.v buyurur ki, zamanın qısalması, işin azalması, simicliyin artması qiyamətin deyir, əlamətlərindəndir. Başqa bir hədisdə isə Allah Resulü s.ə.v buyurur ki, tamahkarlıqdan çəkinin. Çünki o sizdən əvvəlkiləri məhv etmiş və onları biri-birilərinin qanlarını axıtmağa, özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir. Həmçinin qiyamətin kiçik əlamətlərindən dəyərli müsəlmanlar 46-cı ticarətin böyüməsidir. İbn Məsud radiyallahu anh deyir ki, Allah Resulü s.ə.v bizlərə belə buyurdu. Sadəcə tanıdıqları kimsələrə salam vermək və ticarətin yayılması qiyamətin əlamətlərindəndir. Belə ki, qadın ərinə ticarətdə yardımcı olacaqdır. Malın və pulun çoxalması, ticarətin çoxalması qiyamət əlamətlərindəndir. Allah Resulü s.ə.v belə buyurdu. Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları gələcəkdə də ümid edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuramdır. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir-biri ilə yarışdıqları kimi sizin də bir-birinizlə yarışmağınızı və dünya onları necə həlak etdisə, sizi də həlak edəcəyindən qorxuramdır. Qiyamətin kiçik əlamətlərindən əziz müsəlmanlar, mala, dövlətə, insanda hərisliyin artmasıdır. Ona görə də Peyğəmbər s.ə.v buyurur ki, iki şey vardır ki, insan heç vaxt o şeylərdən doymaz. Yəni, daima o şeylərə həris olar, o şeyi əldə etməyə çalışar. Bir uzun ömür, bir də ki, var dövlət. Ona görə də Allah Resulü s.ə.v buyurur ki, Adəm övladına bir vadi dolu mal dövlət verilsə, digər birini də ver. Yenə də verilsə, digər birini də ver. Və onun gözünü deyir, torpaqdan başqa bir şey doydurmaz. Peyğəmbər s.ə.v buyurdu ki, üzərinizə bol miqdarda mal və pul yağacaqdır. Zəngin olacaqsınız. Belə ki, adama 10.000 dinar veriləcəkdir, lakin yenə də azmış kimi gözü doymayacaqdır. Qiyamətin kiçik əlamətlərinə, əziz müsəlmanlar, 48-ci Mədinə şəhərinin boşalmasıdır. Əbu Hureyra radiyallahu anh deyir ki, Mədinə şəhəri pası körükçü deyir, dəmirin pasını tökdüyü kimi, Mədinə şəhəri də insanları, yəni içərisində olan pis insanları həmişə çölə atardır. Ona görə də Məsih Dəccəl çıxdığı zaman onun girə bilməyəcəyi 3 dənə yer olacaq. Məkkə, Mədinə, bir də Beytül-Məqdis. Bəzi rəvayətlərdə gəlir ki, Tur dağı da olacaq. Ona görə də Məsih Dəccəl Mədinənin, Məkkənin yaxınlığına gələcək və səslənəcək. Və Mədinədə olan nə qədər münafiqlər varsa, hamısı çıxacaq, ona qoşulacaq. Ona görə də Peyğəmbər s.ə.v buyurur ki, Mədinə dəmirçi körügü kimidir, deyir. Təmizi buraxır, pisi isə çölə atardır. Peyğəmbər s.ə.v buyurur. Və deyir ki, Allah Resulü s.ə.v Mədinə şəhərini çox sevərdi. Və Peyğəmbər s.ə.v Əbu Hureyradan gələn hədisdə isə deyir ki,
siz Mədinəni xeyirli halı ilə tərk edəcəksiniz və orada vəhşi heyvan və quşlardan başqa kimsədir olmayacaqdır. Mədinəyə ən son gələn qoyunlarını bağıraraq otlatan Muzeynə qəbiləsindən olan 2 dənə çoban olacaq. O da gələcəklər, Mədinə şəhərini bomboş görüb çıxıb gedəcəklər. Subhanallah. Bunlar hamısı qiyamətə yaxın olacaq. Yəni Mədinədə deyir, heyvanlardan başqa heç bir şey dolaşmayacaq, insanlar olmayacaq. 2 dənə ən son Muzeynə qəbiləsindən çoban gələcək, onlar da baxacaqlar, görəcəklər, heç kəs yoxdur, çönüb, çıxıb gedəcəklərdir. Qiyamətin kiçik əlamətlərindən əziz müsəlmanlar, Kəbənin yıxılmasıdır. Allahu akbar. Abdullah ibn Amr radiyallahu anh deyir ki, Allah Resulü s.ə.v bizlərə belə buyurdu. Həbəşilidir bir nəfər Kəbəyə gələcək. Zinətini yıxacaq, örtüyünü çıxaracaq, əyri ayaqlı bir kimsə olaraq Kəbənin daşlarını bir-bir sökəcəkdir. Həbəşili olub, Allahın evini, beytini yıxacaqdır. Başqa bir hədisdə isə gəlir ki, Allah Resulü s.ə.v belə buyurdu. Kəbənin 2 ayağı əyri, zəif olan həbəşili biri sökəcəkdir. Örtüyünü çıxaracaq, daşlarını bir-bir sökəcəkdir. Subhanallah. Bu da Kəbənin qiyamətə yaxın nədir? Dağılmasıdır, sökülməsidir. Və deyir ki, başqa bir hədisdə isə Allah Resulü s.ə.v buyurur ki, həbəşili gələcək və o Kəbəni sökəcək. Kəbəni sökərlər və ondan sonra Kəbə bir daha inşa edilməzdir. Kəbəni sökər edir, onun içərisində olan xəzinələri də nə olacaqsa onun içində hamısını götürəcəkdir. Qiyamətin kiçik əlamətlərindən, əziz müsəlmanlar, qiyamətin kiçik əlamətlərindən Firat çayının suyunun deyir, qurmasıdır. Və orada böyük bir xəzinənin ortaya çıxmasıdır. Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə Allah Resulü s.ə.v belə buyurdu. Fırat sularıdır quruyub, qızıldan bir dağ ortaya çıxmadıqca qiyamət qopmayacaqdır. Savaşa qatılan hər 100 nəfərdən 99'u öldürüləcəkdir. Hər kəs də o qurtulan bir kimsənin olduğunu ümid edəcəkdir. Kim o vaxt orada olarsa, o xəzinədən heç nə götürməsindir. Allahu akbar. Qiyamətin əlamətlərindən, kiçik əlamətlərindən əziz müsəlmanlar, Ərəbistan yarımadasının yaşıllığa bürünməsidir. Gəlib ki, Allah Resulü s.ə.v belə buyurur. Ərəbistan yarımadası bitkili, yaşıllı və çaylar axan bir əraziyə dönmədikcə qiyamətdir, qopmazdır. Və deyir ki, başqa bir hədisdə gəlib ki, Muaz radiyallahu anhudan gələn hədisdə Peyğəmbər s.ə.v Təbuk döyüşü zamanı belə buyurdu. İnşallah siz sabah Təbuk ərazisində olan su quyusuna çatacaqsınız. O sudan heç nə içməyindir, mən gələnə qədər. Peyğəmbər s.ə.v gəldikdə görür ki, 2 nəfər həmin o sudan içib. Və deyir ki, bu suya əlinizi sürtdünüzmü? Onlar deyirlər ki, bəli, ya Rasulullah. Peyğəmbər s.ə.v onları danladı. Sonra da belə dedi. O quyunun axmış suyunu ovucu ilə götürərək bir şeyin içinə doldurdu. Və deyir ki, ey Muaz, əgər sənindir ömrün uzun olsa, sən buraların bağçalarla dolu olduğunu, çaylar axan bir ərazi, yaşıllıqla dolu olduğunu görəcəksən, deyir. Muaza deyir Peyğəmbər s.ə.v. Bu günləri həqiqətən də Ərəbistan yarımadasında yağışların yağması, hətta dolu belə yağması, qarın yağması belə artıq orada olan səhraların yaşıllığa bürünməsinədir, dəlildir və bu da qiyamətin kiçik əlamətlərindən, qiyamətin yaxınlaşması deməkdir. Qiyamətin əlamətlərindən, əziz müsəlmanlar, insanların şərlilərinə etimad edilməsidir. Peyğəmbər s.ə.v buyurdu ki, qiyamətdən öncə aldadıcı illər olacaq. O illərdə doğrular yalan, yalancılar doğru danışan, güvənilir bir kimsə xəyanət edən, xainlər isə güvənilir kimsə olacaqlar. Dəyərsiz, alçaq, şərəfsiz insanlar söz sahibi olacaqlar. Peyğəmbər s.ə.v buyurur. Qiyamətin əlamətlərindən, kiçik əlamətlərindən yağışların çoxalmasıdır. Peyğəmbər s.ə.v buyurur ki, qiyamətə yaxın göydən o qədər yağış yağır ki, ondan qorunmaq üçün kərpic evlərdir, kifayət etməyəcəkdir. Subhanallah. Qiyamətə yaxın bir il yağış yağar. Lakin yerdəndir bir dənə bitki də çıxmayacaqdır. Yəni bu qədər yağışların yağmasına baxmayaraq, yerdən bərəkət çıxmayacaq. Bərəkət olmayacaqdır. Qiyamətin əlamətlərindən, əziz müsəlmanlar, kiçik əlamətlərindən
heyvanların və əşyaların insanlarla danışmasıdır. Bu hadisəni Buxar Müslim rəvayət edir və Peyğəmbər s.ə.v zamanında baş vermişdir. Bir nəfər öküzə minir və başlayır onunla yer belləməyə. Və öküz çönərək ona deyir ki, insana, ey insandır, mən bunun üçün yaradılmamışam. Yəni, mən minmək üçün, sürülmək üçün yaradılmamışam. Mən yeri qazmaq üçün yaradılmışam, deyir. Subhanallah. Və həmin o insan gəlir Peyğəmbər s.ə.v-in yanına və bu hadisəni Allah Rasulü s.ə.və danışır. Və Allah Rasulü s.ə.v minbərə çıxır və deyir ki, məndir bu insanın danışdığına inanıram, Əbu Bakır da və Ömər də inanır, deyir. Sonra Peyğəmbər s.ə.v-in zamanında bir nəfər canavar sürüsü, sürüyə hücum edir və çoban qoyunla canavarın arasına girir və qoyunu alır canavarın əlinə və canavar dilə gəlir, deyir ki, subhanallah, sən Allahdan qorxmursan, bu Allah Taala'nın mənə yazdığı ruzudur, sən deyir, mənimlə onun arasına girirsən. Və insan dəhşət içərisində danışan canavardır və gəlir Peyğəmbər s.ə.v bu hadisəni danışır və Allah Rasulü s.ə.v buyurur ki, bəli, mən buna inanıram, Əbu Bakır və Ömər də buna iman gətirirlər. Subhanallah. Həmçinin də Peyğəmbər s.ə.v buyurur ki, Allah Rasulü s.ə.v buyurur ki, canım əlində olan Allaha and olsun ki, vəhşi heyvanlar insanlarla danışmadıqca, insanın qılıncının ucu, ayaqqabılarının bağı və ailəsinin o evdən çıxdıqdan sonra nələr etdiyini ona bildirmədikcə qiyamət qopmayacaqdır. Subhanallah. Hədisi Əhməd Tirmizi rəvayət etmiş və Şeyx Albani rahiməhullah səhih saymışdır. Qiyamətin kiçik əlamətlərindən əziz müsəlmanlar, Keysər və Kisra deyir Peyğəmbər s.ə.v olmayacaqdır. Allah Rasulü s.ə.v sahabələrin zamanında xəbər verir və onlara deyir ki, Bizans imperatoru Keysər öldükdən sonra başqa bir Keysər, Sasani hökmdarı Kisra olmayacaqdır. Keysər ölməyəcəkdir. Kisra öldürükdən sonra başqa bir Kisra da olmayacaqdır. Canım əlində olan Allaha and olsun ki, onların xəzinələri Allahın yolunda paylanacaqdır. Və Ömər radiyallahu anh xilafəti dövründə Sasani imperiyası məhv edilir, darmadağın edilir. Və onun da malı dövləti kasıb müsəlmanlar arasında paylanılır. Buna görə də indiyə kimi rafizlər Öməri sevmirlər. Qoy elə sevməsinlər. Həmçinin qiyamətin kiçik əlamətlərindən əziz müsəlmanlar, iki dəniz savaşı edən ordunun Peyğəmbər s.ə.v müjdələməsidir. Və Allah Rasulü s.ə.v buyurur ki, ümmətindən dəniz savaşı edəcək ilk ordusuna cənnət vacib olmuşdur. Ümmü Haram deyir ki, ya Rasulullah, mən də orada olacağam mı? Peyğəmbər s.ə.v buyurur ki, sən də orada olacaqsan. Və Keysərin şəhərinə İstanbula savaşmağa gedən ümmətimin ilk ordusu bağışlanmışdır. Peyğəmbər s.ə.v buyurur və Ümmü Haram da həmin ordu olur və orada da şəhid edilir. Həmçinin qiyamətin kiçik əlamətlərindən Peyğəmbər s.ə.v buyurur ki, xəlifəlik Qureyşdən olacaqdır. Yəni sonda bütün xilafət qayıdacaqdır, əmirlik, rəhbərlik qayıdacaqdır yenidən nəyə? Qureyşə qayıdacaqdır. Və Peyğəmbər s.ə.v buyurur ki, 12 xəlifə olacaqdır, onların hamısı da Qureyşdən olacaqdır. Ona görə bəzi alimlər söyləyiblər ki, bu 12 ilə xəlifə hələ olacaq qiyamətə kimi. Olacaqdır. Həmçinin qiyamətin əlamətlərindən əziz müsəlmanlar, İmran ibn Hüseyin radiyallahu anh deyir ki, Allah Rasulü s.ə.v buyurur ki, ümmətimin ən xeyirləri mənim zamanımda olanlardır. Sonra onların ardınca gələnlər, sonra yenə də onların ardınca gələnlərdir. Sonra Peyğəmbər s.ə.v buyurur ki, yalan baş alıb gedəcəkdir, xainlik ediləcəkdir və insanlar söz verəcəklər, lakin sözlərin üzərində durmayacaqlar. Bununla belə alimlər bir çox daha başqa əlamətlər qeyd etmişlər və bütün bu sadaladıqlarımız sizə, əziz müsəlmanlar, qiyamətin kiçik əlamətləri idi ki, hansı ki, Peyğəmbər s.ə.v-in hədisləri ilə bizlərə sabit olmuşdur və ola bilər ki, hansısa əlamətlər var, onları mən qeyd etmədim və bilin ki, həqiqətən də Peyğəmbər s.ə.v bu fitnələrdən uzaq durmağı bizlərə daima tövsiyə edib, daima əmr edib. Ona görə də Allah Rasulü s.ə.v buyurub ki, oturan insan ayaqda durandan xeyirlidir, ayaqda duran insan isə qaçandan xeyirlidir. Və bunlar saydıqlarımız qiyamətin kiçik əlamətləri idi. Allah subhanahu ta'ala dua edirəm ki, Allah ta'ala
bizləri dünyada da və axirətdə də möhkəm bir kəlmə olan La ilahe illallah kəlməsi ilə sabit qədəm etsin. Dua edirəm ki, Allah Taala bizləri fitnədən və onun əhlindən hifz etsin, qorusun və bizləri bu dünyadan yalnız müsəlman olduğumuz halda götürsün. Subhanək Allahumma və bihamdik əşhədu ən la ilahe illə əntə əstəğfiruka və ətubu ileyk.